Təhqirlə, vurmaqla əsəbləşməyin, o tərbiyə eləmək olmur. Salam əziz izləyicilər. Bu videoda sizlərlə bundan əvvəlki paylaşdığım videoya gələn o bir yorum o barədədir. Bir nəfər yorum o yazdı ki, yəni mən uşaqlar haqqında, valideynlərin o borcları haqqında bir video paylaşmışdım. Daha doğrusu bu short videosu idi. Ona bir yorum o gəldi ki, əgər uşaqlar, övladlarımız ki, vecsiz olarlarsa, bir iş o görmək istəməzlərsə, o tənbəl olarlarsa, valideynlərinə yalan danışarlarsa, yəni ki, məsuliyyətsiz, vecsiz bir övlad olarlarsa, valideynlər nə etməlidir? Mən bu barədə yorumda fikrimi bildirdim o bir qısa olaraq, amma bunun üçün xüsusi bir video hazırlamaq istədim. Çünki bu çox mühüm bir mövzulardandır. Valideynliyi, övladların o düzgün o tərbiyə olunması, bəlkə də insan o qarşısına ən vacib bir mövzudur. Çünki valideynlik, o tərbiyə mövzusu, o sadəcə o bir mövzu olmaqdan o kənar, yəni o bir insanın, o fərdin, o taleyinin həll olunmasıdır ki, əgər bu tərbiyə üslubunda bizlər o bir yanlışlığa yəni uğrasaq, o tərbiyə üsulunu o düzgün yerinə yetirməsək, artıq o fərdin, övladımızın həyatda öz yolunu tapması o çox çətin olacaq. O yorumun izahını gələk, yəni ki, izahını etməzdən əvvəl sizlərdən o bir xahişim olacaq ki, əgər videonu bəyənirsinizsə, mənim o kanalımı izləyirsinizsə, abunə olmağı, videoları bəyənməyi unutmayın. Bu mənim üçün çox böyük bir dəstəkdir. Sizdən bunu gözləyirəm. Gələk mövzuya, daha doğrusu o yazılan yorumun, o rəyin, o demək izahına ətraflı olaraq. Demək müşahidə etdiyimiz o demək yəni ki, çərçivədən mən əvvəlcə başlamaq, o mövzuya daxil olmaq istəyirəm ki, insanlar olaraq demək ki, bir çox zamanlarda övladlarımızı biz öz başımızdan eləyirik. Deyək ki, o bir işimiz olur, və ya o bir keyfimiz olmur. Övladımız o nazlıq çəkmək, onunla oynamaq istəmirik. Bir telefonda o bir musiqi qoyuruq, bir cizgi filmək qoyuruq. Övladımızın o sevdiyi o bir nəyisə açırıq. Veririk övladımıza ki, sən bundan o qaçınan onun maraq o dairəsini ancaq o telefona yönəldirik. O maraqlı o demək emosiyalarını o telefonda o verir. Artıq o bizim demək o tərbiyə üslubumuz orada zəifləyir. Çünki o bir düşünün. Uşaqlar adətən o çox enerjik olurlar. Bizlərə nisbət o daha çox enerjiyə sahib olurlar. O bizdən hər an o nələrsə etmək istəyirlər. O bizdən hər an nələrsə öyrənmək istəyirlər və bu normal o bir şeydir. Əgər o bizlər övladımıza, yəni ki, o bizə o gələndə, o bir müraciət eləyəndə, yəni o bir şey istəyəndə, əgər o bizlə bir zaman keçirmək istəyən, o bizdən o nələrsə öyrənmək istəyən, onun o maraq enerjisi ki, o formalaşır. Həmin o zaman o biz övladımız o telefonumuzu versək ki, yəni o get bununla o sana oynayıcı, o sırf o biz özümüz rahat olaq, sakit olaq, o bunu fikirləşsək, artıq övladımız o maraq enerjisi ki var, o telefona, o sadəliyə, o necə deyim, asanlığa yönələcək. Artıq övladımız o gələcəkdə o bir çətin bir iş olanda, o və bir məsuliyyətli o bir iş olanda artıq onu eləmək istəməyəcək və ondan o boyun qaçıracaq. O çünki o uşaqdan öyrəşib ki, onu o telefonu versinlər və sadə o bir işlə məşğul olsun. O yazılan o rəyin o birinci o cavabı ondan ibarətdir ki, o biz valideynlər olaraq övladımıza o telefon verərək, o və başqa bir şey o verərək öz başımızdan eləməməliyik. Övladımız bizim o qarşımızda o qoyulan o təmiz bir o dəftərdir. Əgər biz o dəftərə o nələr əgər yazsaq, nələr o qeyd eləsək, ən o başından etibarən onlar da elə olacaqlar. Əgər yox övladımızı biz yəni həmin o dəftərlərlə sadəlik, məsuliyyətsizlik, o başımdan o gedişindən, məni sakit o buraxıcından, bu telefonla oynayıcından, o məndən uzaq oyucundan, o tipli ifadələr, emosiyalar, hisslər, o duyğular əgər o dəftərə bizlər o qeyd eləsək, o zaman övladımız da o gələcəkdə vecsiz olacaq, o bir məsuliyyətsiz olacaq, o bir sahlənkar olacaq. Bu övladımızın artıq o şüuraltında bir kodlanmış bir ifadə olacaq.
Bu birinci o cavabdır ki, əgər övladımız vetsiz olarsa, biz nə etməliyik? O bunun cavabını verdim ki, əvvəldən övladımızın təməlindən məsuliyyətli olmalıyıq. Özümüzü, öz daxilimizdə o məsuliyyəti hiss eləməliyik. Övladımız əgər valideynin o yalan o danışırsa, biz nə etməliyik? Əslində o bu da biz valideynlərdən asılı olan o bir məsuliyyətdir, o görüləsi bir hərəkətdir. Çünki övladımız o niyə o yalan o danışır? O birinci ona görə o danışır ki, onun valideynləri də haçansı onun o yanında, onun o qarşısında, onun izləməsində o bir yalan o danışıblar. İkinci ona görə o danışır ki, demək ki, valideynləri evdə o tez-tez o dava edirlər. Üçüncü ona görə o danışır ki, valideynləri onunla uşaqlıqdan etibarən o bir şüuraltı o təsir edəcək o tərzdə o təbliğlər eləməyiblər. O yalan olmaz, o yalan o belədir, elədir. Yəni ki, o yalan haqqında təbliğlər aparmalıyıq. Demək övladımız o bir yalan o danışır, o deyək ki, onun üstünə o qışqırırıq, onu yəni ki, vurırıq, onu o təhqir edirik. Bunlar onun o tərbiyə üsulu olmayacaq. Təhqirlə, vurmaqla, əsəbləşməklə o tərbiyə eləmək olmur. Əgər o belə eləsə, o yenə o yalanı o danışacaq və o yenə o etdiyi, o əməli eləyəcək və o bu dəfə o danışdığı o yalanı elə bir o tərzdə olacaq ki, onu heç siz hiss eləməyəcəksiniz. Əgər övladınız o yalan danışmasını istəmirsinizsə, sizə qarşı o düzgün o bir xarakterdə olmasını istəyirsinizsə, o sizin yanınızda heç bir yalanın olmasını istəmirsiniz. Birinci, siz özünüz o bir-birinizin o qarşısına ki, ana ata olaraq heç o yalanınız olmasın. İkinci olaraq o davalar etməyin, mübahisə eləməyin. Etsə o belə eləyin ki, valideyn, daha doğrusu övladınız davanızı, o bu mübahisənizi hiss eləməsin, eşitməsin. Üçüncü isə övladınızı o tez-tez yalan haqqında o təbliğlər edin. O bəs o yalan haqqında o deyir ki, övladınızın o nəyə sahib olmasını istəyirsinizsə, həm bu mövzular haqqında o təbliğlər eləməlisiniz övladınızda. Necə ki, Peyğəmbər insanlıq o təbliğ eləyir, eləcə də bizlər də övladımız üzərində həmin o məsuliyyətə sahibik. Ümidvaram ki, yazılan rəyə o tutarlı bir o cavablar verə bildim. O çünki mənim o fikrim övladımız o yenə vurğulayıram, o bizim o qarşımıza verilən bir dəftərdir ki, o dəftərə heç bir şey yazılmayıb. Övladımızın xarakterini, onun o tipini, onun demək o dinini, yəni onun anlayışını, onun hər şeyini o biz valideynlər olaraq o formalaşdırırıq. Övladımızın gələcəkdə o sahib olduğu o dost ətraf, o tanış ətrafına da o nəzarət eləməliyik. Amma o bu nəzarəti övladımız səhv insanlara qoşulduqda ona əsəbləşmə, onu vurmaqla eləyə o bilməyəcək. O belə bir nəzarət mümkünsüz. O yenə onu eləyəcək. Yəni şiddət uğradıqda övladımız bir daha eləyəcək. O çünki o şiddətlə o tərbiyə mümkünsüzdür. Övladınız o dost ətrafını, o tanış ətrafını uyğun olaraq formalaşdırmaq istəyirsinizsə, uşaqlıqdan övladınıza o nə etməsi o gərəkdiyini, o gizli həqiqətləri, həyatı, o gedişatı, insanları, xarakterlərini, o ətrafını biz onlara izah eləməliyik. Bir övladımıza uşaqlığından o təbliğlər eləmiriksə, o demək olar o səhvləri eləyəcəklər. Və səhvlər elədikdən sonra da övladımıza əsəbləşmə, vurmaqla da onlar yenə o tərbiyə o bilməyəcək. Yenə deyirəm, dəftərə əvvəldə o cırıqlar oldusa, bir səhv yazılar yazıldısa, dəftərin axırını o düzgün yazıda yazsaz o belə, o dəftər o kimə versəz, açanda o birinci o vərəyin o gördüyü üçün deyəcək ki, bu o mənasızdır. Bu heç nədir. O da vərəqləyib axırını oxumayacaq ki, axırında anlamlı bir ifadələr var. Ona görə də övladınıza vaxtında o düzgün o bir tərbiyə, mənalı o bir təbliğlər, düzgün bir anlayış verin ki, o gələcəkdə də övladınızın xarakterini sizin istədiyiniz o formada olsun.
Məzəliəcə videonun sonuna o gəldi. Əgər videonu indiyənə qədər izlədinizsə, o çox şey öyrəndim və buna mən sevindim. Əgər videonu bəyəndinizsə, bəyənməyi və kanala abunə olmağı unutmayın. Başqa nə müzakirəviz, başqa o nə mövzuda bir video istəyirsinizsə, rəylərdə hər birinizi gözləyəcəm.